Salam dostlar, bugün yeni korku modu ile karşınızdayız. Bugünkü korku modumuzun adı The Wolfman'dir. Bugünkü korku modumuzun mənası isə canavar insan, bir şey bildirir, kurt adam kimi mənalar bildirir. Ve o zaman siz de videomuza abone olup like attıysanız videoyu keçək. Daha çok böyle videoların üçün like atıp abone olun. Bu videoya 20 like ve özel gelse The Knocker oynamıştım önceki videomda. İndiki Wolfman ile her ikisini de aynı vaxt oynayacağım ve her ikisini öldürmeye çalışacağım. Onda tez ekranı düzəldək, bonus sandığımızı açaq ve artık işlerimize başlayaq. İnşallah qəşəng bir şey çıxar. Ooo, üçüncü korku modunu biraz güçlüymüş. 2 silah verir ama 2 defa 3 silah bonus sandığımızda var idi. Neyse olmaz. Biz her alın tutarıq. Deyir ki mod çox təhlükəli moddur. Yəni kaldırılıb, yasaklanıb. Yəni belə deyirlər. Amma deyirlər ki, yəni çox təhlükəlidir. Təhlükə biziz qardaş. Ya o dəqiqə, o qədər. İdi girelim. Belə adam görmüsüz heç. Ya mən ancaq verirəm. Öz beynimdə qərarlayıram. Onda biraz odun toplayayım, onu da cərlərik. Görüşürəm. Biraz kasalım, onu da cərlərik. Görüşərik. Ben biraz kasalım, bu kasılma yerləri maraqsız olduğu için videoları burada kəsəcəm. Dostlar, ben bir xeyli kasıldım. Çoxlu odun topladım, yemək topladım, yün topladım. Qalanında ne edəcəyimi bilmirəm. Ona görə dolanıram elə. Belki biraz taş toplayayım. Aha. Hele ikinci dəqiqədə süper kasılmışıq. Videonun ya ikinci dəqiqə. Ben nasıl bir dəqiqə öz-özümə kasıldım. Bu qədər. Kasıldığım yerler maraqsız diye video almak istemem. Sizin üçündür ya bu. Böyle bir şey yok. Crafting table veremedim. Bir daha ocaq elə. Ocağın içine tahta koyup odun şey edeceğim. Bir tane meşale edeceğim. Buranın da üstünü bağlayayım. Tez koydum şu. Koy burada kalsın. Bir günlüğü burada keçirək yani. Ona göre yani bir sıkıntı yoktu. Bir günlüğü burada keçirsək bence heç bir sıkıntımız olmaz. Ve bu günde kasılıq. Ama əsası gecə olacaq. Saat gecə olub dəqiqə. İzləyici modundan baxacaq. Çünkü izləyici modundan başqa gece olmaq hələ çox var. That's Wolfman what it is. Korku modu ya çox təşəkkür. Deyirlər ki, bax hekayəsini mən sizə danışım. Mən belə eşitmişəm ya və çox şey eləməyim ki, yalan hekayədir. Mən belə eşitmişəm sadəcə. Demək iki dost var imiş. İki dostdan biri hər dəfə Minecraft'ta yeni sunucuya girib bir yerdə kasılmışlar. Bir gün bu biri dost ya uşaq onun sesi girip Minecraft'ta ve dostu da The Wolfman adlı korku modunu açıp The Wolfman adlı korku modunu. Dostunun xəbəri yox imiş də. Ona görə bu madəndə dolaşanda durduq yerdə bu bunun üstünə cumub, Wolfman bunun üstünə cumub və dediğim gibi orada da uşaq kalp krizi keçirib. Ona görə modu Minecraft'dan yasaklayıblar.
bir qəribə bir şey var ki, modu məncə yasaklansın bir mod deyil. Çünki bizə nətər yasaklansın bir şey deyil də. Sadəcə uşaq kalp krizi keçib bilmirmiş də modu. Əslində günah onun dostundaymış. Ya dostunu niyə oyuna saldığını mən də bilmirəm. Amma nəysə. Yenə baxacağam. Sıx baxacağım. Gecə olur. Gecə olan kimi çıxacağam. Olma az qalıb. Ona görə çölə çıxaq. Bu qorxu modundan çöldə gözləyəcəm. Çöldə gözləyəndə də siz abunə olub like atsanız sevinərəm. Bunda bir dəqiqə. Biz yuxarı çıxarıq. Bu ağacın başına keçəydik. Sadəcə gecə burada gözləmək istəyirəm. Mən yeni shorts videoları da atdım. Məsələn, onları girib baxa bilərsiniz. İtdən qorxdum, orada it vardı. Aman. Bizim yer güvənlidir. Hər yer güvənlidir bizə. Çox. Artıq gecə olmaq üzrədir. Və mənim əziyyətimə qarşı videolarıma like atıb abunə olan şəxsləri təbrik edirəm. Yəni sağ olsunlar. Mənim əziyyətimi yerdə buraxmırlar. Və əgər dostlar yorumlarda silahlar yazan hamının yorumuna ürək bıraxacağım. Kalp atacağım. Geldi dostlar. İnden geldi. Beni nətər öldürəcək? Gördü bizi. Görmə. Qoy getdi. Dəqiqə. O vura bilərəm buradan. Dəymir. Güllə işləmədi. Güllə işləmədi. Dirək meşəlikdə bu gözləyirmiş gecəni. Meşəlikdə gecəni gözləyirmiş. Və dostlar bir dəqiqə. Mən tez onun yanına getməliyəm. Mənim görevim çünki onu bilməkdir. Hara getdi ki bu? Gözləyirəm onu tapdım. Bir dəqiqə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 14, 15, 16. Çok sayıda. O taraflara doğru gitti. Ona da. Altımızda bir şey var. Ama görünmezdi. O yüzden bağıracaktım mod. Vah mən məndən qaçır yoxsa mən ondan. Rəqə. Təsirlə döndü ya onu. Onun nə istəsə bile. Aa dostlar. Dəqiqə dostlar. Dostları bir kısa işten sonra. Oha sarı gir. O zaman size sağ olun dostlar. Gelecek videoya kadar görüşürük. Özünüzə yaxşı baxın və sağ olun. Sizin sayenizdə, sizin baxın dəstəkləriniz sayəsində dəstəklərinizi gözləyirəm. Sizə görə bu qorxu modunu öldürdüm. Yaxşı onda sağ olun dostlar.